Gəlin bugün sizi İtaliyada market alış-verişinə aparım. Əvvəlcə kartımızı oxudub aparatı götürək. Nəzərə alın ki, bu videoda göstərəcəyimiz bütün qiymətlər məhsulun 1 kilosu üçün nəzərdə tutulub. Mənim burada yeməyə başladığım və çox sevdiyim qara kələm. Burada məhsulu götürdükdən sonra özümüz məhsulun nömrəsinə uyğun olaraq çəkirik. Əgər məhsul artıq qablaşdırılıbsa, barkodu oxutmaq yetərli olur. Burada əsasən mən kiçik pomidorlara üstünlük verirəm, digərlərinin dadı yoxdur. Burada da gördüyünüz kimi lobya isə adətən ətdən baha olur. Mənim ən sevdiyim ağ reyhan İtalyan yeməklərinə çox yaraşır. Mən bunu yavaş-yavaş istifadə edirəm. Bir gədəbəy kartofu olmasa da, məncə burada da çox dadlıdır. Marketlərin bir çoxunda bir də belə pekarnaya şöbəsi var. Bütün un məhsullarını burada hazırlayırlar. Sevgililər günü üçün hazırlanmış bu burgeri sizə göstərməsəm olmazdı. Ət qiymətləri isə ümumiyyətlə ətin hansı hissəsini aldığınızdan asılı olaraq çox dəyişir. Bu qayda toyuq əti üçün də keçərlidir. Ən bahalı olan isə döş ətidir. Pendir reyonu isə həddindən artıq zəngindir. Alış-verişi bitirdikdən sonra barkodu oxudub tamamlayırıq. Nəzərə alın ki, bu alış-veriş bizim 2-3 həftəlik 2 nəfərlik olan təminatımızdır. Ən son sizə nələr aldığımızı da göstərirəm. Bəs sizin fikrinizcə İtaliyada qiymətlər necədir?